Ümumiyyətcə bu suala yəni Nərimanla bağlı aslı olsun, nə qədər vaxtdır müzakirələr çox gedir həddindən artıq. Yəni mən özüm bilmirəm Nəriman haqqında nə deyim. Çünki yəni azarkeş mən hansısa bir fikir bildirsəm bəlkə azarkeşə qarşı çıxmış olacağım, amma yəni daha yaxşı oynaya bilərdi əlbəttə ki. Yəni mən dəfələrlə futbolçularımın yanında olmuşam. Yəni bugün də onların yanındayım, amma hər bir halda yəni ilk olaraq Cavillo'nu dəyişməyimiz, yəni özünüz də görürdünüz ki, oyun başlayandan nə qədər sprintdə oynadı, nə qədər o güc sərf elədi və demək olar ki, yorulmuşdu. Buna baxmayaraq yəni belə bir cavabım yoxdur ki, azarkeşlərin narazılığına hər hansı bir fikir bildirim. Sadəcə daha yaxşı oynaya bilərdi. Tək o yox, ümumiyyətcə, yəni sonradan meydana girən oyuncular